68-ci məsələyə baxaq. 117 şərq uzunluğu 6-cı və 7-ci saat qurşaqlarının sərhədlərini təşkil edirsə, 37 qərb uzunluğu hansı saat qurşağında yerləşir? Bu tip məsələlərdə əvvəl saat qurşaqları nədir? Ortasını tapmaq lazımdır. Bunun üçün 6 və 7-ni toplayırıq, edir 13. 13-ü də bölürük 2-yə, edir 6, 10-da 5. 6, 10-da 5. Daha sonra 117-ni bölürük 6, 10-da 5'e. Bu da edir 18. Deməli, bir saatımız 18 dərəcəyə bərabərdir. Daha sonra yer kürəsinin neçə saat qurşağına bölündüyünü müəyyənləşdirmək üçün 260'ı bölməliyik biz 18'e. Bu da edir 20 saat qurşaq. Deməli, bir saatımız 18 dərəcə və 20 saat qurşağına bölünür. İndi 37'ni 18'e bölək. Görək neçən saat qurşağına uyğun gələcək. 18'e bölək. Bu da edir 2 düşür. Bir də qalır. Bu birin əhəmiyyəti olmur bu zaman. Daha sonra qərb uzunluğu olduğuna görə 20'də çıxırıq 2'ni. Bu da edir 18. Deməli 18 saat qurşağında yerləşməlidir.